Esselamu aleykum və aleyküm salam. Necə? Esselamu aleykum və aleyküm salam və bərəkətullah. Videomuza davam edirik. Yenə də deyirəm, YouTube'da ola bilsin bunları birləşdirim, yaxud yenə buradakı kimi tək-tək verim. Ona görə də orada bitdi sürəmiz, vaxtımız, keçirik bu video. Harda qaldıq? Deməli, Eti deyir ki, mən necə vəhşilikləri edə bilən bir insanların parçası olmayım, parçası ola bilərəm. Mən özgürəm bundan. Bilgə deyir. Eti də cavab verir ki, insanlıq tarixindəki ən böyük savaşlar din yağmacıları tarafından çıxarılmışdır. Görürsünüz, dini əllərində bayraq tutub, əslində haralarısa işğal etmək, hakimiyyət keçirtmək üçün əllərində bir mexanizm, bir silah kimi tutmuşdu. Hətta yadımda deyil hansı Rusiya kraliçası demişdi ki, bütün dinlər insanları idarə etmək üçün bir mexanizmdə, adını bilənlər varsa yazsınlar. Dini yağmalamaq o kadar təkrarlanmış bir davranışdır ki, adətə bir insan hastalığı olmuşdur. İnanca yapılan bu saldırı toplumları müsallat olan bir düşünce parazit gibidir. Həqiqətən. Hayatın kutsallığı için gerekli olan inancın yaşamı lanətləyən bir dünyaya döndürülməsi əngəllənməlidir. Mən də deyirəm, o terror örgütləri İslam adı altında. Və bizdə də burada var ya, bəziləri bilmirlər deyir, услышал зло, не знает откуда он. Bax, həmin onlara inananlar var, ha. Bax. Göğüsləri ərginlənməmiş huri qızları deyə bir şey asla yoxdur kitabda. Həqiqətən yoxdur. İndi bəziləri deyəcək, filan Turanın filan ayəsində filan şeylər yazılmışdı. Allah başqa şey deyib. Onu yazanlar siz cahilləri əllərində tutmaq üçün elə tutub. Siz də ağıllı deyirsiniz. Sizlərin dediyini inkar edib. Sizləri bax belə yumruqda tutub İslamı mərhəmət dini kimi yox, qorxu, sopa dini kimi əlində saxlayanlar, sizi qapaz altı eləmək üçün eləyənlərə inanıb, sözün düzünü deyənlərə kafir deyənlər də onların qoltuqlarına qarpız verənlər. Keçdik ardına. Kur'an-ı Kerim Arapça yazılmamışdır ki, niyə Arapça oxunsun? Sadəcə Məhəmməd Peyğəmbər özü ərəb olub, yəni ki, Rus olsaydı Rusça gələcəkdi, o nə bilim, Yevrey olsaydı Yevreycə olacaqdı, laf bizim düşmənlərimiz olsaydı onun dilində olacaqdı. Həzrəti Muhammed Arapça daha yazı yazmayı bilməzkən kitabın hər kəlməsi Allahca inmişdir. Yəni Allahın dilində enib ona. Başa düşürsünüz, Allahın dili bütün insaniyyətin dilidir. Və Həzrəti Muhammed də Kur'an-ı Kerim'i bu eşi bənzəri olmayan dildə yazmışdır. Peki, son bana kaç kişi bilir bu eşsiz dili? Kaç kişi çözmüştür bu sadəcə tək bir kitabda bulunan Allah'ın yazısını? Siz bilirsiniz də, əsl Kur'an yanılmıramsa Vatikanda yerləşir. Yanlış dedimsə, deyim, əsl Bibliyada, İncildə, Barnabas İncili Türkiyədə olmalıdır. Kur'an-ı Kerim'in dilini okuya bilmək üçün çox yoğun bir konsantrasyon və detaylı zəka gərəkdir. Yəni, fərq etməz, siz onu ərəbcə bilirsinizsə nə gözəl. Amma ərəbcəni o qədər dərinlikdə bilməlisiniz ki, o düşüncə ilə, o zəki ilə oxumalısınız. Necə ki, mən dedim, 148 dilə izahlı tərcüməsi var. Hər kəlməsini lazımdırsa, n dəfə oxuyum. Mən 2 dəfə oxumuşam və 2 dəfə də təzə şeylər çıxartmışam ortaya. Bu, cəhalət yaxud örgütlərin dediyi Kur'ana əsaslanıb Kur'anda yazılmayan şeyləri fətva verənlərin dili ilə yox, ona görə konsentrasiya olmalısınız, odaklanmalısınız və dərin zəkaya malik olmalısınız. Araplar bu eşsiz dili hiçə sayıb kitabda Arapça olan bənzərlikləri yuvarlayıb, boşluqları kafalarına görə bəzən bulduqları kəlmələrə dolduraraq yorumlamışdılar. Görün nə qədər düzdür. Diqqət edərsən, çevrisini yapmışdılar deyemiyorum. Çünkü anlamanı istiyorum. Çevrisi yapılmayacak detayda ancak yorumu yapılarak anlaşılabilecek derinlikte bir kitaptır bu.
öyle bir dərinlik ki, yəni Quran-ı Kərim çox dərin və çox qəliz, çətin kitabdır. Onun hər sözünü anlamaq lazımdır. Tək bir kəlməsi üzərində kitab yazıla bilər. Həqiqətən onun tək bir kəlməsi üzərində onu belə, necə deyim, savadlı olaraq, savadlı şəkildə onun izahatı barədə bir kitab yaza bilərlər. Arabca olamayan kitabı Arabçaymışcasına çevirməyə çalışmışlar. Yəni Allahın dilində gəlib. Və bu çevirilər aslında Quran-ı Kərimdə heç bulunmayan anlamlar əkləmişlər. Nəbə surəsi 33-cü ayətdə, Nəbə surəsi Nəbə yazılır. 33-cü ayətdə Arabca kevaibə etrabən bazı meallərdə göğüşləri yeni tumurcaqlanmış yaşlı qızlar və ya dilbərlər olaraq çevrilmişdir. Yəni ki, hələ tam bədənləri formalaşmamış hurilər. Sizcə Quran-ı Kərim pedofiliyanı dəstəkləyərmi? Allah pedofiliyanı dəstəkləyərmi? Allah uşağa zülm edərmi? Yox, hər şeyin bir vaxtı vardı. Allah insan orqanizmini elə yaradıb, kişinin də, qadının da, oğlanın da, qızın da ki, müəyyən vaxtdan sonra nələrəsə qadir olur. Əlbəttə ki, insanı yaradan Allah istər qadını, istər kişini, pedofiliyanı, qıza qadına olan zülmü heç vaxt dəstəkləməz. Arabca kevabə və etrabən kəlmələrində ikisi və dişi ya da ərli anlamda olmadığı halda, yəni ki, cinsiyyəti bilinməyən. Yəni bu kəlmələrdə bəhs edilən və cənnətə yaşadığı belirtilən bu varlığın cinsiyyəti belirtilmədiyi və hətta cinsiyyəti olmadığı halda cəhalətə, kendi küçücük ağılları ilə sanki arkalarına şeytani almışcasına Kur'an'ı yorumlamaya çalışan bilənləri, bu anlamda kadın ya erkek cinsiyyəti içərməyən kəlimələrin tamamen üzərində oynamış və sonunda meallərə bu varlıqları huri qızları olaraq yazmışlar. Əslində orada belə deyək də, huri qızlar deyil, cinsiyyəti bəlli olmayan müqəddəs mələk kimi bir şeylərdir hurilər. Yəni ki, kişi ya qadın olduğu bilinmir, sadəcə patriarxat olduğu üçün və cinsiyyətinə susamış heyvani hisslərini öldürə bilməyənlər bunu Allahın dediyi kimi yox, öz istədikləri kimi yorumlamışlar. Ona görə də baxıram da diskusiyalarda İslamofoblar, bunlar bunları belə yorumlayıb dünyaya tanıdırlar, onları heç qınamağa dəyməz, deyir ki, siz pedofiliya tərəfindəsiz. Bu düz deyil, axı, görün nə qədər mən bilmirəm səni nə cür izah edim, yəni siz məni anladınız. Ətrabən aslında uyumlu, denk anlamına gəlir. Yəni uyumlu, denk, sakit, dengəsi yerində olan. Kevaibə isə dəyərli deməkdir. Yəni ki, orada cənnətə gedənləri uyumlu, dəngəsi yerində olan dəyərli varlıqlar qarşılayıb ətrafında olacaq da bədəni tezə formalaşmış huri qızlar yox. Allah bunu deyir. Pedofiliyanı demir. Yəni huri qızlarıyla, dilbərlərlə, hər hangi bir dişi ilə alakası olmayan kəlmələr rəsmən üzərlərində oynanaraq meallərə taşınmışdır. Davamı bir sonraki videoda. Cəhalətə uğramışlar, boş-boş yazmasın. TikTok'da filtr var, istədiyimi filtrdən çıxardıram, istəmədiyimi filtrdən çıxartmıram. Özünüzə hörmət edin, cahillərə inanmayın, savadlı olun. Savadlı olmaq üçün institut qutarmasınız, universitet qutarmasınız da olar. Ən azından 11-ci sinfi oxuyub, yazıb, oxumaq dəqiq bilsəz, biraz da düşüncə qabiliyyətinə malik olsaz, cəhalətə uğramazsınız. Hər kəs universitet oxumaya bilər, amma hər kəs özünü maarifləşdirməlidir. Mən kitab oxumayan insanları inanmıram. Kitab oxumayan insanlar durub video çəkir ki, mən sizə faydalı şeylər bəhs edirəm. Nədir faydalı şeylər? Trend yol temu, ev yığışdırma. Neyse. Yəni, mariflənin, Peyğəmbərimiz demişkən, bələkdən qəbirə qədər elm. Lenin də bunu götürüb, nə deyib? Oxumaq, biliyin anasıdır, təkrar biliyin anasıdır, oxumaq, yenə də oxumaq. Bu arada Vladimir Lenin də İslama əsaslanıb bir çox prinsipləri bilirdi. İslama əsaslanmağı sevirdi. O İslamı qəşəng bilirdi.